Salam dostlar, hər vaxtınız xeyir olsun. Bugünkü növbəti mövzumuz olacaq pronoun, yəni əvəzlik mövzusu. İlk öncə başlayaraq şəxs əvəzliklərindən. Şəxs əvəzlikləri iki cürdür. Yəni bir mübtəda funksiyasında iştirak edənlər var, digəri isə tamamlıq funksiyasındadır. Mübtəda funksiyasında olanlar I, you, he, she, it, we, they. Yəni mən, sən, o, biz, siz, onlar mənasına gəlir. He kişi cinsində o bildirir. O əvəzliyidir, daha doğrusu she qadın cinsində, it isə cansızlardır. Yəni bu o deməkdir ki, biz cümlələrdə deməli şəxs əvəzliklərinin, yəni mübtəda funksiyasında istifadə edirik. Məsələn, burada I drove my car very fast. Burada I mübtədadır, drove isə xəbərdir. Ümumiyyətlə cümlə quruluşu ingilis dilində subject, verb, object, yəni sayda cümlədə xəbərin əvvəlində mütləq şəkildə mübtəda gəlir. Yəni cümlə mübtəda ilə başlayır, ardınca xəbər, daha sonra isə tamamlıq gəlir. Yəni şəxs əvəzliklərdə cümlədə mübtəda funksiyasında çıxış edir. Digər növü isə deməli obyekt əvəzliyidir, hansı ki, bunlar tamamlıq funksiyasında istifadə olunurlar. Məsələn, me, məni, mənə, you, səni, sənə, him, onu, ona, kişi cinsində, her, onu, ona, qadın cinsi, it, cansızlarda, us, bizi, bizə, them, onları, onlara. Burada isə yəni biz tamamlıq funksiyasında iştirak edənləri deməli xəbərdən sonra verə bilirik. Məsələn, burada qeyd olunduğu kimi he wanted to buy present to him. Yəni hansı ki, baxın burada he mübtədadır, want xəbərdir, amma him, her, me və s. bunlar obyekt əvəzlikləridir, hansı ki daha sonra gəlir. Eyni qaydada həmçinin də söz önündən sonra biz obyekt əvəzliyi istifadə edə bilirik. Let them talk about it. Məsələn, burada let xəbərdir. Xəbərdən sonra birbaşa gəlir, yəni tamamlıq funksiyasında olan obyekt əvəzliyi. Eləcə də söz önündən sonra da burada obyekt əvəzliyi veririk. Düzdür, it həm şəxs əvəzliyi, həm obyekt əvəzliyidir. Bunu yəni digərlərində amma belədir ki, bir-birlərindən fərqlidirlər. It amma hər ikisində də həm mübtəda funksiyasında, həm tamamlıq funksiyasında olanlar da eyni olaraq qalır. Daha sonra burada qeyd olunur ki, it apostrof s, it apostrof s qeyd olunanda bu həm it is mənasına gələ bilər. Məsələn, yəni it apostrof s-dən sonra biz hər şey istifadə edə bilərik. Article gələ bilər, very, to, so, such, yeli əvəzliyi. Eləcə də bu apostrof s has olarsa it has been mənasına gəlir və yaxud it has got ola bilər, sifət gələ bilər və yaxud da hər hansısa bir məsdər gələ bilər. Məsələn, baxın, burada da qeyd olunduğu kimi it is an idea. Burada it apostrof s-dən sonra bir deməli article işlədilib, ardınca isim gəlir və yaxud it's very cheap. Burada da yenə is mənasına gəlir. It is easy to understand. Yenə də sifət gəlir, ardınca məsdər gəlir. Amma əgər it birlikdə, yəni it's birlikdə işlənərsə, apostrof olmarsa, bitişik yazıldığı halda biz özündən sonra mütləq şəkildə isim istifadə edirik. Məsələn, I know nothing about its nature. Yəni bu o deməkdir ki, it's bitişik yazıldığı halda həmişə biz onu isimlə götürəcəyik. Ələxüsusda dimin testlərində, yəni. Amma it apostrof s desə özündən sonra hər şey gələ bilər. İndi bu haqda daha geniş yerlik əvəzliyində bir daha qeyd edəcəm. Növbəti əvəzliyimiz olacaq yeli əvəzlikləri. Bildiyimiz kimi yeli əvəzliyinin iki forması var. Aslı forma və müstəqil forma. Aslı forma dedikdə, yəni özündən sonra isim gəlir. Bunlar hansılardır? My, mənim, your, sənin, eləcə də sizin, his, onun kişi cinsində, her, onun qadın cinsində, its cansızda, our, bizim, their, onların. Yəni bu o deməkdir ki, biz bu əvəzliklərdən sonra həmişə isim işlədirik. Məsələn, tutalım ki, their book deyirik. Məsəl üçün books. Və yadda saxlamalıyıq ki, yeli əvəzliyi ilə isim arasına hər hansısa bir təyin edici, yəni məsəl üçün an article və yaxud da deməli the article, başqa yəni heç bir şey daxil olmur, sadəcə sifət ola bilər. Məsələn, deyirik ki, my interesting day, mənim maraqlı günüm. Yəni burada artıq yeli əvəzliyi və isimin arasında sifət gələ bilər, amma başqa təyin edici istifadə etmirik. Məsələn, baxın burada her cousin sold his car. Her'dən sonra birbaşa cousin gəlir, yəni isim gəlib, eləcə də his carda da yəni birbaşa ismi veririk. Və var ikincisi isimsiz işlənən yeli əvəzlikləri. İsimsiz işlənən yeli əvəzlikləri mine, mənimki, yours, səninki və yaxud sizinki, his, hers, onunki, ours bizimki, theirs onlarınki. Yəni bu o deməkdir ki, biz bu əvəzliklərdən sonra heç vaxt isim istifadə edə bilmərik. Yəni məsələn theirs
book və yaxud da money deyə bilmirik. Yəni bunlardan sonra biz heç vaxt ümumiyyətlə sayılan, sayılmayan, tək, cəm fərqi yoxdur. Heç bir isim istifadə etmirik. Amma it's-ə gəldikdə isə bura diqqət eləməliyik ki, biz dimin testlərini işləyərkən it's-dən sonra mütləq şəkildə isim götürürük. Çünki bizə testlər bu formada verilir. Və it's-dən sonra hər cürə isim gələ bilər. It's new cover. Məsələn, burada sayılan tək isimdir, ortada sifət də gələ bilər, problem yoxdur. Daha sonra it's furniture, sayılmayan isim gəlir. It's ice, cəmdə gəlir. Yəni, hər cürə isim verə bilirik. Sadəcə yadda saxlayırıq ki, it's-dən sonra mütləq şəkildə testlərdə biz isim götürməliyik. Növbəti əvəzlik olacaq reflexive pronoun, qayıdış əvəzliyi. Qayıdış əvəzliyi ümumiyyətlə, deməli, Azərbaycan dilinə öz kimi tərcümə olunur. Myself, mən özüm, yourself, sən özün, himself, herself, itself, o özü, ourselves və yourselves, themselves isə cəm formasıdır. Yəni təkdə olanlar var, hansı ki, bir də cəm forması var. Və qayıdış əvəzliyində nəyə diqqət etməliyik? Baxın, məsələn, burada yazır ki, Jane changed everything. Testlərdə burada bizə nöqtələr versə, yəni Jane-ə uyğun olaraq biz gətirib bura herself yazmalıyıq. Çünki Jane qadın cinsindədir, üçüncü şəxsin təkidir və artıq biz bildik ki, üçüncü şəxsin təki qadın cinsi olarsa, herself-dən istifadə edəcəyik. Amma əgər yəli halda olan bir isim varsa, məsələn, Andre's cousin tried to write composition himself or herself. Burada artıq biz yəli halında olan ismə deyil, ondan sonra gələn ismə baxmalıyıq. Çünki burada söhbət kompozisiyanı yazmağa çalışan Andrey deyil, onun cousinıdır, yəni kuzenidir. Burada da kuzen həm qadın cinsi ola bilər, həm kişi cinsi ola bilər və biz bu cinsi bilmədiyimiz üçün həm himself verə bilərik, həm herself verə bilərik. Və yaxud nömrəti cümləyə baxsaq, məsələn, burada all have done it themselves. All dedikdə biz bilirik ki, olun, yəni həm hamı, həm hər şey mənası var. Amma nəyisə etməkdən söhbət gedirsə, təbii ki, hamı mənasındadır. Artıq hamı mənasını verdiyi üçün burada avtomatik cəmdən istifadə eləyəcəyik. Olacaq themselves. Hər kəs, yəni onu özü etməlidir mənasına gəlir. Və yaxud da let him do it himself. Burada edir ki, ona icazə ver ki, özü etsin. Yəni burada himdən söhbət getdiyi üçün, özü etməli olduğunu vurğuladığı üçün burada himself olacaq. Və diqqət etməliyik nəyə? Əgər cümlədə mübtədadan sonra, yəni xitab olarsa, vergül qoyularsa, bu əmr formasıdır. Əmr də ingilis, yəni ümumiyyətlə də bütün standart olaraq belədir ki, ikinci şəxsə olur. Yəni bu ikinci şəxsin təki də ola bilər, cəmi də ola bilər. Məsələn, biz burada do it yourself da verə bilərik, yourselves da verə bilərik. Amma baxmalıyıq ki, təkdədirmi, yoxsa cəmdədir. Məsələn, ikincidə diqqət eləsək, Tom do it yourself. Yəni Tom təkdə olduğuna görə, yəni sən özün et bunu deyir. Ona görə əvəzliyimiz də olacaq yourself. Amma children do it yourselves dediyimiz zaman isə children cəmdədir. Yəni uşaqlar bunu özünüz edin dedikdə artıq, yəni cəmdə olduğu üçün cəmdə yourselves-dən istifadə eləyəcəyik. Yəni burada sadəcə ismə baxacağıq. Təkdirsə yourself verəcəyik, cəmdədirsə yourselves və bu təbii ki, aid olur ancaq əmrə. Məsələn, tutalım ki, belə bir cümlə versə bizə Ayan opens the door. Biz artıq bilirik ki, bu cümlə əmr forması deyil. Çünki niyə? Həm burada deməli xəbər dəyişərək, yəni feil dəyişərək şəxsə görə sonluq qəbul edir. Eyni vaxt ayandan sonra da vergül yoxdur. Yəni bütün hallarda bu standart nəqli cümlədir. Ona görə ayan qapını özü açır dediyimiz üçün burada əvəzliyimiz olacaq herself. Amma məsələn, əgər ayandan sonra vergül qoyulmuş olsa və feil open şəklində olsa, the door desək, ayan open the door, artıq bu əmr formasıdır. Ona görə gətirib burada qeyd etməliyik yourself. Və qayıdış əvəzliyində buna diqqət etməliyik ki, by üstəgəl qayıdış əvəzliyi bərabər də on üstəgəl yəli əvəzliyi own. Bunun mənası da tək başına deməkdir. Yəni bu o deməkdir ki, biz heç vaxtı, məsələn, on myself qeyd eləyə bilmərik. Yəni bu səhvdir, testlərdə görən kimi çıxırıq. Və yaxud da by, my, own ola bilməz. Və hər ikisinin də mənası eynidir. Məsələn, deyirəm ki, I like to live by myself. Mən tək başına yaşamağı xoşlayıram. Eləcə deyə bilərəm ki, I like to live on my own. Yəni hər ikisi də eyni mənanı verir. Tək başına yalnız deməkdir. Sadəcə onları testlərdə görəndə ki, məsələn, on myself var və yaxud da by my own var, onları çıxacağıq. Növbəti əvəzliklərimiz olacaq all. Deməli, all'un həm hamı, həm hər şey, həm də bütün mənası var. All əgər hər şey mənasını ifadə edirsə, bu zaman
isimsiz istifadə olunur və xəbəri də təkdədir. Yəni cansızı bildirirsə, xəbər həmişə tək olacaq. Məsələn, all was on the table. Hər şey stolun üstündədir. Burada stolun üstündə olmasına əsasən biz artıq bilirik ki, yəni burada canlı yox, təbii ki, cansızdan söhbət gedir. Ona görə xəbərimiz tək olacaq. Amma əgər all hamı mənasını verərsə, cəmlik bildirərsə, o halda xəbər də, yəni canlını bildirərsə daha doğrusu, o halda xəbərimiz cəm olur. Məsələn, all are at the table. Yəni hər kəs süfrə arxasındadır. Burada artıq əyləşməkdən, yəni süfrə arxasında olmaqdan söhbət getdiyi üçün cəm olduğu, canlı olduğu məlumdur və ona görə də xəbərimiz olacaq cəmdə. Oldan sonra əgər biz isim istifadə edəriksə, oldan sonra cəm isim cəm xəbər olacaq və yaxud sayılmayan isim tək xəbər olacaq. Yəni bu deməkdir ki, məsələn, oldan sonra biz books istifadə edə bilərik və yaxud da many istifadə edə bilərik. Yəni ya cəm ya sayılmayan. Cəmdirsə xəbərimiz cəm olacaq, sayılmayandırsa xəbərimiz təkdə olacaq. Yəni oldan sonra sayılan təkdə olan isim istifadə etmirik. Sonra növbəti gəlir both. Both hər ikisi deməkdir. Bothdan sonra isim də, xəbər də həmişə cəmdə olur. Yəni bothda heç bir istisna yoxdur. Biz harda both'u görsək, özündən sonra gələn ismi də cəmdə götürəcəyik. Eyni qaydada xəbərimiz də həmişə cəmdə olacaq. Məsələn, both students are looking for their books. Burada both students isim cəmdir, xəbər də cəmdədir. Both of the books yenə də of-la istifadə olunsa belə, yenə də isim də cəm olacaq, xəbər də cəm olacaq. Yəni necə istifadə olunmasından asılı olmayaraq həmişə isim də cəmdə olur və xəbər də cəmdə olur. Daha sonra bir şeyə diqqət eləyirik. Əgər bizdə test veribsə, məsələn, deyək ki, burada nöqtələr qoyulub, nöqtələrdən sonra təyin edici var. This, those, those və yaxud this, eləcə də yiyəlik əvəzlikləri, my, your və s. gəlirsə və burada da hər hansısa bir isim varsa. Diqqət eləyəcəyik ki, nöqtələrdən sonra əgər bir təyin edici varsa ismin qarşısına, burada yalnız 2 dənə əvəzlik gələ bilər. Bu ya all olacaq, ya da both olacaq. Yəni başqa əvəzlik verə bilmərik. Məsəl üçün biz heç vaxtı götürüb some, the books deyə bilmərik. Yəni ortada heç bir əlavə təyin edici, yəni ancaq bu tipdə this, those olarsa, ancaq 2 əvəzlikdən istifadə edəcəyik. All əvəzliyi və bir də both əvəzliyi. Növbəti əvəzliklərimiz olacaq some və any. Some, any bir neçə bir qədər mənasına gəlir. Some'un bəzi mənası da var həmçinin. İndi burada birlikdə baxacağıq. Bəzi istisnalar var. Some ümumiyyətlə istifadə olunur, yəni normalda təsdiq cümlələrdə. Some'dan sonra biz istifadə eləyirik ya cəm isim və yaxud da sayılmayan isim. Və təbii ki də əgər cəm isim gəlirsə, xəbər yenə də cəmdə olacaq, sayılmayan isim gəlirsə, xəbərimiz olacaq təkdə. Samı qeyd etdiyimiz kimi təsdiq cümlələrində istifadə edirik. Sadəcə bəzi istisnalar var. Məsələn, burada da qeyd olunub ki, some bəzi mənasını verəndə inkar cümlədə istifadə olunur. Some didn't come, bəziləri gəlmədilər. Bu birinci istisnasıdır. Eyni halda biz əgər cümləmiz nəzakətli təklif, xahiş bildirən cümlədirsə, yəni məsələn, can-lə, could-la başlayan bir cümlə varsa, can you give me some water, please. Burada artıq biz baxırıq ki, cümlə xahiş cümləsidir. Bu tipdə cümlələrdə də biz some istifadə edirik, any istifadə etmirik. Yəni bunlar xahiş təklif cümlələridir. Adətən başlayır can-lə və yaxud could-la, eləcə də would-la başlaya bilər. Yəni bu tip cümlələrdə biz harda görsək, o halda some, any arasında qaldığımız zaman some-la istifadə eləyəcəyik, any-dən yox. Və some-dan sonra da dedik ki, cəm isim də olar, sayılmayan isim də olar. Daha sonra keçdik any-yə. Any-yə gələndə isə any-ni biz bilirik ki, əsasən inkar və sual cümlələrində istifadə edirik. Bundan əlavə any-nin bizdə istənilən mənası var, hansı ki, yəni hər hansı mənasından, heç mənasından əlavə istənilən mənasını verir. Any əgər istənilən mənasını verirsə, o halda təsdiq cümlələrdə istifadə olunacaq və özündən sonra yalnız gəlir sayılan təkdə olan isim. Məsələn, give me any pen. Mənə istənilən qələmi ver. Və yaxud da deyərək ki, tutalım. You can take any book. İstənilən kitabı götürə bilərsən. Yəni, baxın, cümləmiz təsdiqdədir. Burada xəbərimiz təsdiqdir. You can take any book. Və burada istənilən mənasını verdiyi üçün any'dən istifadə edirik. Bir də əgər if olarsa, testdə seçimlər arasında some və any arasında qalırıqsa, o zaman təbii ki də
Enini seçəcəyik. If they say me any news, we will give them some news programs. Baxın, burada məsələn if olduğuna görə burada artıq anydən istifadə edirik. Yəni some'dan istifadə etməyəcəyik. Təbii ki, ikinci cümlədə some gələ bilər. Bizdə əsas məsələ deməli ifin harda gəlməsidir. Yəni ifə burada mütləq şəkildə diqqət edirik. Və bir də deməli bunu düstur kimi ümumiyyətlə əzbərləməliyik ki, some üstəgəl inkar olar, amma inkardan sonra mütləq şəkildə any gələcək. Biz heç vaxtı İnkardan sonra some istifadə edə bilmərik, eləcə də inkarın əvvəlində any gəlməz. Məsələn, deyək ki, deyirik ki, some students don't like any lesson. Burada artıq biz baxsaq, don't var, inkar var. İnkarın əvvəlində some gələcək. Biz gətirib bura any verə bilmərik, çünki any inkar cümlənin əvvəlində gəlmir heç zaman. Eləcə də inkardan sonra mütləq şəkildə any veririk, gətirib burada heç vaxtı some yaza bilmərik, çünki inkardan sonra some gələ bilməz. Yəni testləri işləyərkən buna mütləq diqqət etməliyik. Eyni qaydada bu deməli inkar cümlə üçün negative sentence testlərini də işləyərkən çox rastlaşacağımız bir sual tiplərindən biridir hansı ki. Əgər biz cümlədə hardly, without və yaxud da scarcely görürüksə, o zaman anydən istifadə eləyəcəyik. Çünki onlar belə deyək də, yəni bir növ inkarlıq mənasını verirlər. Ona görə any və yaxud da onun törəmələrindən istifadə olunur. Digər əvəzliklərə gəldikdə isə burada qeyd olunur. Məsələn, neither var. Neither ikidən heç biri mənasına gəlir. Heç biri. İç məna olaraq olacaq hər biri. Either isə ikidən biri, digəri mənasındadır. Deməli, bunlar əgər tək başına gəlirsə, yəni xəbər təkdə olacaq. Əgər bu əvəzliklərdən sonra biz isim veririksə, yalnız sayılan təkdə olan isim veririk. Yəni biz heç vaxt, məsəl üçün, neither, each və yaxud da either books deyə bilmərik. Eləcə də money deyə bilmərik. Yəni cəm isim, eləcə də sayılmayan isim istifadə etmirik. Ancaq istifadə edəcəyik sayılan təkdə olan isim və xəbərimiz də həmişə olacaq təkdə. Və eləcə də diqqət edirik ki, əgər bu əvəzliklər of-la istifadə olunarsa, məsələn, deyək ki, tutalım burada neither, each, eləcə də either. Hər üçü də of-la istifadə oluna bilər. Əgər bunlar of-la istifadə olunursa, of-dan sonraki isim olacaq cəmdə, xəbər olacaq təkdə. Burada diqqət edərsiniz ki, baxın, neither, each, either özü tək başına gəlirsə, yəni of yoxdursa, özündən sonra sayılan tək isim veririk, xəbərimiz də təkdə olacaq. Yox, əgər of-la istifadə olunarsa, o halda isim cəmdə, xəbər isə təkdədir. Və ümumiyyətlə yadda saxlayırıq ki, biri sözü harda keçirsə, xəbərimiz həmişə tək olmalıdır, yəni heç vaxt cəm ola bilməz. Every'yə gəldikdə isə every özü hər mənasını verir. Every'dən sonra da mütləq sayılan tək isim gəlir, xəbər isə təkdə olur. Məsələn, every child has been punished for breaking the door. Burada every'dən sonra sayılan tək gəlib və xəbərimiz də təkdədir. Every'dən sonra cəm isim verə bilmərik, eləcə də sayılmayan isim verə bilmərik. Eyni qaydada biz every'ni heç vaxtı of-la da istifadə etmirik. Amma bircə bu hissəyə diqqət eləməliyik ki, törəmələr, baxın burada da qeyd olunub. Məsələn, somebody, anyone, nothing, everywhere. Bunların hamısı törəmələrdir. Törəmələrdən sonra biz heç vaxt of işlətmirik. Amma onlar birlikdə yazılır. Əgər everyone ayrı-ayrılıqda yazılırsa, yəni bu nə deməkdir? Tutalım bir var ki, biz everyone'ı birlikdə yazırıq. Bu halda bu törəmədir. Özündən sonra of gələ bilməz. Amma əgər everyone ayrılıqda yazılırsa, o zaman hər biri mənasına gəlir, yəni iç mənasını verir bizə, içə bərabərdir. Özündən sonra of gələ bilər, isim cəmdə, xəbər isə təkdə olmalıdır. Məsələn, everyone of members is here. Üzvlərin hər biri buradadır. Burada ayrı-ayrı yazıldığı üçün, yəni içə bərabərdir. Of-dan istifadə edirik. Özündən sonraki isim cəmdir, xəbərimiz isə təkdə olacaq. Törəmələrə gəldikdə, deməli, törəmələrdə somebody, someone, something ola bilər. Anyone, anybody, anything, no one, nothing, nobody və yaxud da everyone, everything, everywhere və s. İşlənməsinə gəldikdə samı biz təsdiq cümlələrdə istifadə edirik dediyimiz kimi, eləcə də törəmələrin özü də təsdiqdədir. Anyyə gəldikdə anyni istifadə edirik sual və yaxud da inkar cümlələrində. No-ya gəldikdə bəzən tələbələr bunu çaşır və qeyd edirlər ki, no inkar cümlələrdə istifadə olunur. Bir cümlədə ingilis dilində iki inkar olmaz.
Ona görə no təsdiq cümləsində gəlməlidir ki, onu artıq inkara çevirsin. Every'yə gəldikdə isə every hər cürə, yəni heç bir istisnası yoxdur. Təsdiqdə, sualda, inkarda, hər cür cümlədə istifadə edə bilərik. Törəmələrə gəldikdə biz törəmələrdən sonra heç vaxt isim istifadə edə bilmərik. Eləcə də törəmələrdən sonra heç vaxt of gələ bilməz. Törəmələrin xəbəri olacaq həmişə təkdə. Yəni törəmələrin xəbəri heç vaxt cəmdə ola bilməz. Törəmələrdən sonra else gələ bilər. Else-dən sonra isə isim vermirik. Else sözü ümumiyyətlə daha başqa mənasını verir və isimlə istifadə olunmur. Bəs törəmələrdən sonra dediyimiz kimi, burada məsələn zət gələ bilər törəmələrdən sonra. Törəmələrdən sonra bir məstər verə bilərik. Törəmələrdən sonra sifət ola bilər. Gəlin bunlara aid bir dənə nümunə qeyd edək. Məsələn, deyirik ki, there is something, qısaldılmış formada yazdım. That you should know. Baxın burada something törəmədir, düzdürmü? Törəmədən sonra zət verdik. Yəni heç bir problem yoxdur. Və yaxud da deyirik ki, I need something to eat. Yenə də something törəmədir, özündən sonra məstər verə bilərik. Və yaxud da deyək ki, hər hansısa bir sifət lazımdırsa, I need, məsələn, gəlin burada qeyd edək. Və yaxud deyək ki, I want to eat something delicious. Delicious dadlı deməkdir. Something törəmədir. Özündən sonra delicious, yəni sifət gələ bilir. Yəni törəmələrdən sonra sifət, məstər, eləcə də zət verə bilərik və xəbərimiz isə mütləq şəkildə tək də olacaq, eləcə də else də gələ bilir. Amma törəmələr yiyəlik halında olarsa, məsələn, somebody apostrof s, yəni everybody apostrof s və s. yəni kimsənin çantası. Yiyəlik haldadırsa, yiyəlik haldan sonra isim gələr və xəbərimiz də həmişə tək olacaq. Yəni biz məsəl üçün everything heç vaxt are deyə bilmərik. Xəbər həmişə təkdə olmalıdır. Sonra burada diqqət eləməliyik ki, every'dir, no'dur, other'dır, a lot of'dur, lots of'dur, such, each others, one another's isimli işlənən yiyəlik əvəzliklərindən sonra mütləq şəkildə isim gəlməlidir. Bunların indi bir neçəsini izah edəcəyik. Every, no, törəmələr, eləcə də other'dan sonra deməli of istifadə etmirik. Eləcə də baxın burada sual əvəzliklərindən və törəmələrdən sonra else gəlir, amma deməli else-dən sonra biz isim verə bilmərik. Məsələn, deyirik ki, what else do you need? Daha başqa nəyə ehtiyacım var? Yəni else-dən sonra isim gələ bilməz. All və both-a gəldikdə all və both of-la da istifadə oluna bilər. Özündən sonra article da ola bilər. Yəni the article təyin edici gələ bilər. Törəmələr else, the others, none isimsiz işlənən yiyəlik əvəzliklərindən sonra isə isim istifadə etmirik. Gəldik indi inkar əvəzliklərinə. İnkar əvəzliklərində no inkar əvəzliyi var. Hansı ki no-dan sonra heç vaxt article gələ bilməz. Yəni and, the, any, eləcə də another, of və s. bunların heç birini istifadə etməyəcəyik. No-dan sonra amma hər cürə isim gələ bilir. Yəni sayılan tək də olar, eləcə də cəm də ola bilər və yaxud da sayılmayan isim də gələ bilir. Və bunu da yadda saxlamalıyıq ki, əgər no other istifadə olunursa, o halda biz burada sayılan tək isim verəcəyik. Yəni normalda other'dan sonra ya cəm ya sayılmayan gəlir, amma no other'dan sonra sayılan tək isim gəlir. Əgər no more-la istifadə olunursa, çünki iki əvəzlik yanaşı gəldikdə ikincisi other və yaxud more olur. More-dan sonra isə no more-dan sonra isə ya cəm isim veririk, ya da sayılmayan isim. Necə ki, məsələn, biz artıq quantifiers mövzusunda öyrənmişik ki, more-dan sonra ya cəm ya sayılmayan isim gələcək. Burada da eyni qaydada no more-la da istifadə olunanda ya cəm ya sayılmayan isim gəlməlidir. Daha sonra növbəti inkar əvəzliyimiz neither. Neither özü 2-dən heç biri deməkdir. 2-dən heç biri. Deməli, neither-dən sonra ancaq gələcək sayılan təkdə olan isim və xəbərimiz də olacaq təkdə. Amma əgər neither of-la istifadə olunarsa, o halda neither of-dan sonra gələn isim olacaq cəm, xəbərimiz də olacaq tək. Əgər birbaşa isim gəlirsə, isim təkdə, xəbər təkdədir. Of-la istifadə olunarsa, isim cəm, xəbər isə təkdir. None-a gəldikdə isə none və all antonimdirlər. Yəni
All hər şey deməkdir. None isə heç biri mənasına gəlir və nan çoxluqdan heç biri deməkdir. Nandan sonra isə biz birbaşa heç vaxt isim istifadə edə bilmərik. Amma none of-dan istifadə oluna bilər. None of-dan sonra gələn isim olacaq cəm, xəbərimiz isə olacaq təkdə. Amma yadda saxlamalıyıq ki, nanın özündən sonra birbaşa heç vaxt isim verə bilmirik. Növbəti əvəzliklərimizdən biri another. Another başqa biri deməkdir. Başqa biri və another'dan sonra sayılan tək isim gəlir. Yəni bu o deməkdir ki, another book ola bilər. Yəni biz heç vaxt another'dan sonra cəm, eləcə də sayılmayan isim istifadə etməyəcəyik. Ancaq sayılan tək və xəbərimiz də olacaq təkdə. Other daha sonra gəlir. Other'dan sonra isə ya cəm isim verəcək, ya da sayılmayan isim veririk. Məsələn, other books cəmdədir, xəbərimiz cəm olacaq və yaxud da other paper sayılmayan isimdir, xəbər isə olacaq təkdə. Yəni other'dan sonra gətirib sayılan təkdə olan isim verməyəcəyik. İsim ya cəm, ya sayılmayan olmalıdır. Daha sonra bizdə var others. Others başqaları, digərləri deməkdir. Özündən sonra isim gəlmir və xəbəri də cəmdə olmalıdır. Məsələn, others are here. Başqaları buradadır. Xəbər cəmdədir. Özündən sonra isə heç vaxt isim gələ bilməz. Növbəti əvəzliyimiz olacaq the other. The other veriləndən, yəni iki nəfərdən danışırıqsa, yerdə qalan biri mənasında, hansı ki, haqqında danışmadığımız mənasına gəlir və xəbəri isə təkdə olur. Məsələn, deyirik ki, I have two books. Mənim iki kitabım var. One of them is new. Onlardan biri təzədir. Baxın, qeyd etdik ki, iki kitab var. Biri təzədir. Bu hansı ki, vurğulamadığımız ikinci bir kitab ki, geridə qalan kitab, onu artıq ifadə eləyəndə the other-la ifadə eləyəcəyik. The other is old. Və iki nəfərdən, iki əşyadan və yaxud da digər biri olduğu üçün, yəni birindən söhbət getdiyinə görə xəbərimiz olacaq təkdə. Və the others. The others isə qalanlarından digəri deməkdir. Yəni başqaları, digərləri mənasına gəlir. Yenə də necə ki others'dan sonra biz isim istifadə etmirik, the others'dan sonra da isim verə bilmərik və xəbərimiz də mütləq cəm olacaq. Cəm xəbərlə istifadə olunur. Məsələn, I have five brothers. Mənim 5 qardaşım var. Three of them are in Turkey. Onlardan 3-ü Türkiyədədir. Yəni 5-dən 3-ü Türkiyədədir. Artıq məlumdur ki, 2 nəfər. Geriyə qalan 2 nəfər isə digər, yəni ki, 2 nəfəri ifadə edir. Burada artıq həmin o 2 nəfəri vurğulayanda deyirik ki, the others are here. Yəni digərləri buradadır. Baxın, xəbər də cəmdədir. Sadəcə others-la the others-ın əsas fərqi nədir? Others-da biz müəyyənlik bilmirik. Yəni saydan xəbərimiz yoxdur. Yəni ortada tam konkretlik, müəyyənlik yoxdur. Amma the others-da isə artıq konkretlik var, yəni müəyyənlik var. Çünki baxın, burada da məsələn qeyd edilir ki, five brothers. Yəni 5 qardaşdan 3-ü Türkiyədədirsə, demək ki, artıq geridə qalan 2 nəfərdən söhbət gedir. O halda isə the others-dan istifadə eləyəcəyik. Və some, any, no, many miqdar sayıları da everydən sonra other istifadə oluna bilər və isimin uzlaşmasına gəldikdə isə, yəni other'dan əvvələ baxırıq. Məsələn, deyək ki, bizə some verilib, some'ın ardınca other gəlir. Burada isimin necə olmasını bilməyimiz üçün some'a baxacağıq. Some'dan sonra demişik ki, ya cəm isim gəlməlidir, ya da sayılmayan isim istifadə olunacaq. Yəni, some other'dan sonra ya cəm, ya sayılmayan veririk. Amma məsəl üçün many gələrsə tutalım ki, many other olarsa, many other'da artıq bilirik axı ki, many'dən sonra mütləq cəm isim gəlməlidir. Ona görə isim olacaq cəmdə. Növbəti reciprocal pronoun, hansı ki bunlar qarşılıq əvəzlikləridir. Qarşılıq əvəzlikləri iki cürdür. Each other var, bir də one another var. Hər ikisinin də tərcüməsi bir-birini, bir-birinə deməkdir. Sadəcə fərqi nədir? İç adada əsasən 2-dən söhbət gedəndə istifadə olunur. Yəni 2 nəfər, 2 əşyadan. One another isə 3 və ya daha çox. Yəni 2-dən artıq olduğu zaman istifadə edirik. Each other, one another'dan sonra birbaşa heç vaxt isim istifadə etmirik. Eləcə də onların cəm forması yoxdur. Yəni məsəl üçün each, others ola bilməz. Eləcə də one, another's ola bilmir. Yəni cəmlənə bilmirlər. Və özlərindən sonra da qeyd etdiyimiz kimi isim gəlmir. Amma bunların yəli halı var. Məsələn, each other apostrofes, one another apostrofes. Bu halda özlərindən sonra isim gələ bilər. Məsələn, deyirik ki, Ayan, Fuad and
Aysel are friends. Baxın, burada уже 3 nəfərdən söhbət gedir. Yəni, Ayan bir nəfər, Fuad 2, Aysel isə üçüncü bir şəxsdir. 3 nəfərdən söhbət gedirsə, biz artıq one another-dən istifadə edirik. Məsələn, deyək ki, belə bir cümlə deyirik. They help one another. Yəni, tək başına istifadə olunursa, yəli halda deyilsə isim gələ bilməz. Onlar bir-birlərinə kömək edir. Niyə one another verdik? Çünki 3 nəfərdir. Əgər yəli halda olmuş olarsa, məsələn, deyək ki, they looked one another apostrophe as eyes. Onlar bir-birlərinin gözlərinə baxdılar. Burada artıq yəli halda olduğuna görə özündən sonra isim istifadə edəcəyik. Yəni buna diqqət edirik ki, əgər tək gəlirsə isim olmaz, amma yəli haldadırsa özündən sonra isim verə bilərik. Əvəzliklərdən daha sonra deməli mən istəyirəm burada sizə demonstrative pronoun, yəni işarə əvəzlikləri haqqında qısaca məlumat verim. İşarə əvəzlikləri iki cürdür. Bir this var, hansı ki bu yaxını ifadə etmək üçün istifadə olunur. Və özündən sonra gələcək ya tək isim, ya da sayılmayan isimdən istifadə edirik. Yəni bu this book ola bilər və yaxud da this information ola bilər. Və təbii ki də isim tək və yaxud sayılmayan olduğu üçün xəbərimiz də olacaq təkdə. Və bunun cəm forması var, hansı ki these forması var. Bunlar mənasına gəlir, yenə də yaxını bildirir. Amma bu halda these'dən sonra biz istifadə edirik cəm isim. Xəbərimiz də olacaq cəmdə. Eləcə də deməli digər əvəzliyimiz olan that əvəzliyi var, hansı ki that o deməkdir, uzağı ifadə edir. That-də də yenə that book ola bilər və yaxud da that information ola bilər. Yəni tək və yaxud da sayılmayan isim. Və xəbərimiz də olacaq təkdə. Və cəm forması olan those var, hansı ki onlar mənasını ifadə edir. Özündən sonra gələcək cəm isim. Those are, daha doğrusu cəm isim verək. Those books are olacaq. Yəni isim cəm, xəbər də cəm də olmalıdır. Bunlar eləcə də tək başına da istifadə oluna bilər. Yəni isimsiz də gələ bilər. Məsələn, deyirik ki, this is my house. Və yaxud da that is your book. O sənin kitabındır. Yəni isimsiz də gələ bilər cümlənin əvvəlində. Və bundan başqa diqqət etməliyik ki, burada over here burada deməkdir. Yaxında olanı ifadə edir. Düzdürmü? Burada deyiriksə yaxından söhbət gedir. Ona görə biz əgər əvəzli istifadə etsək burada ya this-dən istifadə eləyəcəyik, ya da onun cəm forması olan this-dən istifadə eləyirik. Bir də var over there. Over there isə orada deməkdir. Burada isə artıq orada dediyimiz üçün, uzağı ifadə etdiyi üçün ya that olacaq, ya da those olacaq. Məsələn, deyək ki, bizə nöqtələr verilir. Burada qeyd olunur house, over here is yours. İkinci bir nümunədə isə nöqtələr verilir və qeyd olunur ki, houses over there are yours. Burada baxdıqda artıq biz görürük ki, birincidə over here var. Yaxında olanı ifadə edir. İsim təkdədir. Əgər yaxında olanı ifadə edirsə, deməli ya this ya this verməliyik. Daha doğrusu yaxında bəli olduğu üçün ya this ya this verməliyik. Burada da artıq ismə baxacağıq. House sözü təkdə olduğuna görə gətirib burada this-dən istifadə edirik. Amma ikinci cümlədə baxırıq ki, burada over there var. Over there olduğu üçün ya that ya those verməliyik. İsmə baxırıq. İsim cəmdədirsə deməli those-dan istifadə edəcəyik. Çünki those artıq cəmliyi ifadə edir. Bu eyni qaydada illər üçün də keçərlidir. Yaxın illərdən danışırıqsa o halda this və yaxud da this veririk. Uzaq illərdən danışdıqda isə that və yaxud da those veririk. Məsələn, deyək ki, bizə belə bir cümlə verir ki, it was 1980 in nöqtələr days there were no skyscrapers
in our city. Məsələn, deyir ki, 1980-ci illər idi. Həmin vaxtlarda bizim şəhərdə göydələnlər yox idi. Artıq biz bura baxırıq ki, burada söhbət hansı ildən gedir? 1980-lərdən. Yəni bu biraz uzaq keçmişə istinad eləyir. Və isimə baxacağıq. Uzaq keçmişdən danışdığı üçün biz ya that ya those-dan istifadə etməliyik. İsimə baxırıq. İsim cəmdə olduğuna görə artıq burada biz those-dan istifadə edəcəyik. In those days. Əgər 2020-lərin əvvəllərini, ya daha doğrusu 2020-lərin 20-lərdən sonradan danışarsa əgər, yəni daha yaxın gələcəkdən söhbət gedərsə, onda təbii ki, ya this ya da this-dən istifadə edəcəyik. Əvəzlik mövzusu bu qədərdir. Əgər hər hansısa bir sualınız olarsa, komment bölməsinə qeyd edə bilərsiniz. Ümid edirəm ki, sizin üçün bu mövzuda heç bir qaranlıq bir hissə qalmayacaq. Hər birinizə uğurlar. Növbəti dərs izahlarında görüşərik. Sağ olun.